Bugünkü mövzumuz yiyəlik. İsmin yiyəlik alı. İsmin yiyəlik alı. İsmin yiyəlik alı 3 cür düzəlir. Tək isimlərdə apostrof s, cəm isimlərdə s apostrof, cansız isimlərdə isə of ilə düzəlir. Məsəl üçün baxaq, burada deyirəm oğlanın kitabı. Boy apostrof s book. Həsənin kitabı. Həsən apostrof s. Desəm oğlanların kitabları boys apostrof s kitabları. Qızların kitabları girls apostrof s. Cansız, məsəl üçün evin açarı. The key of house. Of'u gördükmü? Maşının pəncərəsi. The window of car. Of ilə düzəlir. Tək isimlər bildirdiyimiz kimi, məsəl üçün oğlanın kitabı, Həsənin çantası kimi göstərə bilərik. Apostrof s sonra nələrlə düzəlir? Diqqətli olmalı. Apostrof s boys book, oğlanın kitabı. Children apostrof s uşağın kitabı. Children apostrof s uşaqların kitabları. Mr. Həsən. Yadda saxlayalım burada. Apostrof nəylərlə düzəlir? Kökündən dəyişən isimlərin hamısında apostrof s olur. Mr. Mrs. də apostrof s olur. Bədən üzvlərində apostrof s olur. Diqqətli, məsəl üçün, burada deyirəm ki, adicə kökündən dəyişən isimlər hansılardır? Deyirəm ki, kişinin apostrof s olacaq. Kişinin, məsəl üçün, car. Kişinin maşınında nə verdim? Apostrof s. Kişilərin maşını desəm, men yenə nə olacaq? Apostrof s. Car. Düzdürmü? Səbəb nədir? Çünki burada qayda deyir ki, kökündən dəyişən isimlərdə hamısında yəni eyni qayda olur. Apostrof s. Təkidə, cəmidə. Sonra Mr. Mrs. də yenə burada deyirəm. Mr. deyirəm. Məsəl üçün, Həsən apostrof s verirəm. Və yaxud da ki, Mrs. Məsələn, deyək ki, Azizə apostrof s verirəm. Yadınızda demək, kökündən dəyişən isimlər təki və cəmi də apostrof s ilə. Sonra Mr. də, Mrs. də necə olur? Apostrof s olur. Gəldik növbəti. Bədən üzvlərində belə hər birinin ayrılıqda olacaq. Məsəl üçün, Həsənin və Hüseynin əllərindən söhbət gedəndə hər birinin ayrılıqda olacaq. Getdik növbəti. Bunu bildinizdə, yəni tək kökündən dəyişən isimlərin təki də cəmi də eyni olur. Mr. Mrs. gördünüz, yenə də apostrof s olur. Əzbərləmək lazımdır bu punkt bölməsin. Sonra gəldik bura. Bədən üzvü varsa, əllər varsa, gözlər varsa, hər birinin ayrı-ayrılıqda apostrof s olacaq. Həsənin apostrof s verirəm, Hüseynin apostrof s verirəm. Səbəb də budur ki, məntiqlə hər birinin ayrılıqda əlləri olur. Hər kəsin bir əli olmur. Tamam, ayrılıqda olur. İstisna əzbərləmək lazım olan isimlər var ki, the baker, the butcher, the chemist, the grocer, the barbers, the hairdresser, the dentist, florist, apostrof s, greengrocer, at my uncle's, at Linda. Yəni bunların hamısı necə olacaq? Apostrof s ilə düzələcək. Bunları əzbərləyərsiniz. S apostrof cəm isimlərinə işlənir. Bayaq dediyim kimi boys books, girls bags, apostrof s də gəl cəm isim. Məsəl üçün, dostların s apostrof vermişik. Kitabları, sonra. Bir də ümumiyyətcə familiyalar olan zaman s apostrof verəcəyik. Məsəl üçün, burada familiya deyirəm ki, məsəl üçün, Əliyevlər. Əliyevlərin, məsəl üçün, Əliyevlər ailəsi. Z, Aliyev, Z, Aliyevs, məsəl üçün, family. Family. Səbəb familiyalarda nə verəcəyim? S apostrof verəcəyim. Və yaxud da ki, yenə Z deyirəm. Z, Raslovs. Məsələn, yazaq car. Məsələn, Rəsulovların maşını. Tamam mı? Ümumiyyətcə, belə nümunə. Yəni, nə gördük? Necə ki, apostrof s-də Mr-dən, Mrs-dən sonra apostrof s verirdim. Amma familiyaların qarşısında isə familiyadan gəzir. Z varsa, S apostrof olacaq familiyalarda. Diqqətli olmaq lazımdır. Gəldik ən maraqlı məqamlardan biri
Yiyəlik halın nə zaman yiyəlik olduğunu bilmək lazımdır. Yadda saxlamaq lazımdır ki, yiyəlik haldan sonra, yəni bunlardan sonra mütləq şəkildə nə olmalıdır? Apostrof s, s apostrof, ofdan sonra mütləq şəkildə isim olmalıdır. İsim olsa yiyəlikdir. İsim olmasa yiyəlik deyil. Mütləq nə olmalıdır? İsim. İndi baxaq. Deyir yiyəlik hal deyil. Diqqət. Görək hansı yiyəlik hal deyir. Mən də bilirəm ki, yiyəlik haldan sonra dedim mütləq nə olmalıdır? İsim. İstə gəldim bura nə? İsim. Diqqətli olaq. Mütləq isim. Baxıram. Həsən, xeyr, qot gəlib feildir. Bu getdi. Burada Həsən, apostrof Z gəlib. Bu getdi. Həsən bin gəlib. Feildi getdi. Artiklı gəlib getdi. Olur idi, zaman gəlib getdi. Not gəlib getdi. İsim deyil uşaqlar. Here gəlib getdi. Z olmaz. At olmaz. Go feil gəlib. Burada nə gəlib? Say gəlib. 45 say gəlib. Handsome sifət gəlib. Going feil gəlib. Fond of feil gəlib. Coming feil gəlib. Nə gəlib? Feil gəlib. Writing feil gəlib. Apostrof s-dən sonra so gəlib, such gəlib, very gəlib, to gəlib, quiet gəlib. Bunlar necə olur? Olmaz. Bəli, onda belə baxalım. Nə zaman? Biz dedik ki, ümumiyyətcə apostrof s apostrof, ofdan sonra mütləq nə gəlməlidir? Mütləq isim gəlməlidir. O zaman burada nə olur? Yiyəlik olacaq. Burada baxıram, proud of-dur, fond-dur, take care-dir, afraid-dir. Bunlar feil olduğu üçün necə olacaq? Bunlardan yiyəlik hal ola bilməz. Yiyəlik deyil. Baxaq görək, yiyəlik yenə yazıram. Mütləq nə gəlməlidir? Yalnız isim. Baxıram. Həsənin kitabı, book kitab nə? Həsənin qardaşı. Gəlib isimim. First performance. Baxıram. Mütləq isim gəlsə yiyəlikdir. Mütləq isim gəlsə yiyəlikdir. First. Say gələ bilər. Saydan sonra isim gəlsə, yiyəlikdir. Düzdürmü? Apostrof s-dən sonra yenə sifət, isim gəlsə nədir? Yiyəlikdir. Sonra apostrof s-dən writing, ing ilə gəlsə feil və özündən sonra xəbər gəlsə cümlədə görürük xəbərimiz gəlir. Bunlar nədir? Yiyəlikdir. Sonra yenə feilim gəlib, problem deyil. ing ilə gəlib, amma cümləmdə nəyim var? Xəbərim var. Demək bu nədir? Yiyəlik haldır. Onda belə bir sual yaranır ki, müəllim, bəs burada da ing var idi. Diqqət edin. ing var idi. Burada da ing vardı. Burada da ing vardı. Bəs niyə bunu yiyəlik götürdük? Baxın uşaqlar, qayda nədir? Deyir, əgər problem deyil, yəni ing gələ bilər. Cümlədə ing gələ bilər, amma ing-dən, yəni ing şəkildən sonra mütləq şəkildə xəbər olmalıdır. Mən də baxıram, burada xəbərim var, burada xəbərim var. Amma burada xəbər yoxdur. Baxağın, bundan sonra later gəlib, bundan sonra tonight, axşam gəlib. Gördünüzmü yəni? Mütləq şəkildə ing gəlməlidir. Çox asandır, yəni dediyim kimi. Yiyəlikdən sonra mütləq isim, say gələrsə mütləq yenə isim gəlməlidir. Baxın, first, ilk performans, ilk tamaşa. Sonra növbəti, yeni sifətim gəlib, mütləq isimim. Writing, yazı sözü. Yenə ing şəkilçisini görürsən, mütləq xəbərim gəlir. Yenə coming sözü. Coming nədir? Feilim ing ilə gəlib, ondan sonra yenə xəbərim olur. Yəni mütləq şəkildə xəbər olmalıdır. Keçdik digər növbəti əzbərləmək lazımdır. Bunları da əzbərləyirik. A minute break, 1 dəqiqəlik fasilə. Yəni a minute olanda apostrof s. An hour, 1 saatdan söhbət gedirsə təki bilir apostrof s. Biz demişdik təklərlə necə olurdu? Apostrof s. Düzdürmü? Apostrof s. Amma cəmlərlə s apostrof. 1 dəqiqədən söhbət gedirsə apostrof s. 5 dəqiqədən söhbət gedirsə s apostrof. 1 saatdan söhbət gedirsə apostrof s. 2 saatdan s apostrof. 1 həftədən söhbət gedirsə apostrof s. Bir neçə cəmdən söhbət gedirsə yenə s apostrof. 1 kilometrdən söhbət gedirsə apostrof s. 2 kilometrdən söhbət gedirsə s apostrof.
1 metrdən söhbət gedirsə, apostrof S, çoxlu kilometrlərdən söhbət gedirsə, artıq cəmdir. S apostrof, yəni diqqətli olmaq lazımdır. Today'sdir, bugünündür, sabahındır, dünənindir. Bunlarda həmişə today apostrof S ilə olur, tomorrow apostrof S ilə olur, dünən apostrof S ilə olur. Yadda saxlayın. Bax bunlara. Sonra dünyada bir dənə olan günəş apostrof S, yer kürəsi apostrof S, ay apostrof S, dünya apostrof S, Londonun görünüşü, çünki bir dənə London var, bir dənə dünya var, bir dənə ay var, bir dənə yer kürəsi var, bir dənə günəş var. Diqqətli olma. Bugün, dünən, bugün, sabah, dünəndəki həmişə apostrof S ilə olur. Növbəti sualımız nədir? Yenə dediyim kimi bunları götürmədik, çünki bu feillərlə olmaz.